Açıq-saçıq geyinən xanımlara necə baxırsınız? Uzaqdan. Alarsınızmı? Nə bilim. Düşünmək lazımdır biraz. Açıq-saçıq geyinən qızlara necə baxırsınız? Alarsınızmı? Alaram, almaram onu deyə bilmərəm. Belə pis baxmıram. Hər kəsin öz düşüncə dərsi var. Öz ailəsinin, necə deyim, hər kəsin öz ailəsinin güzgüsüdür. Yəni icazə verirsə ona mən qarışa bilmərəm. Mən pis baxmıram. Normaldır. Əsas o da ağlı başında olsun da, yəni. Hər açıq-saçıq geyinəndə deyir ki, adamlar bağlı geyinir, amma hərəkətləri düz deyil. Əsas əməlləri düzgün olsun. Baxır necə. Nə mənada? Yəni çox açıq olmamaq şərti ilə təbii ki, yaraşan, yəni qadına yaraşacaq bir tərz oldusa, təbii ki olar. Açıq-saçıq geyinən xanımlara necə baxırsınız? Onların öz problemidir. Onlara qarışa bilmərəm. Bu qədər. O məsələ biraz qarışıqdır. Çünki qadın nə qədər qapalı olsa, yenə deyirəm, bir o qədər gözəldir. Düzdür, indiki zamanda yəni elə qızlarımız var ki, açıq-saçıq geyinir, amma belə baxanda 1000 kişiyə dəyər.